Əslində nəzərə alsaq ki, ötən turdakı rəqib Şamaxı da oyun tərzinə görə bir qədər İmişliyə oxşar bənzər komandadır. Odur ki, Qarabağda bugünkü oyunda əlbəttə ki, nəticə böyük maraqla gözlənilir. Oyun start götürdü və gəlin heyətlər barədə məlumat. Zubir topu yaxşı qəbul etdi. Hesab açmaq olar. Zubir yaxın məsafədən zərbəni vurur və Andrey Sinyenka. Təkrara bir daha baxırıq. Zubir topu çox yaxşı qəbul etmişdi. Yaxın, hətta burada Viegas'ın səhvini də əslində qeyd etmək lazımdır. Rafael Viegas. Uzun oynamaq olar və ötürmək yaxşı alındı. Hesab açmaq olar, amma İmişlinin hücumçusu Diogo Almeida. Təkrara gəlin bir daha baxaq. Ötürmə anında oyundan kənar vəziyyəti yox idi. Diogo Almeida bu cür fürsəti dəyərləndirə bilmədi. Qapçının çıxdığını əslində gördü. Sadəcə orada Koxalskinin oyunu da vurğulanmalıdır. Tam vaxtında çıxdı Mateusz Koxalski. Bəlkə də biraz gecikdi hətta çıxış zamanı. Penaltinin təyin olunub olunmaması ilə bağlıdır. Çünki Koxalskiyə fikir verirsinizsə orada hər nə qədər bəlkə də Almeida bu küncə deyil, əks küncə topu vursaydı heç bu epizoda baxmaq da gərək olmayacaqdı və hakim penaltini təyin edir. Və az əvvəlki təkrarda da biz bunu açıq-aydın gördük. Offside məsələsi yenə də qeyd edək ki, ümumiyyətlə müzakirə mövzusu deyil, açıq-aydın görünürdü, bir daha sizə göstərildi. Təbii ki, hər şey bax bu penaltidən asılıdır. Zərbə indirilir. Koxalski daha bir zərbə və alınmadı. İmişli bu cür fürsəti dəyərləndirə bilmədi. Luis Silvester. İmişlinin 7 nömrəsi Luis Silvester Juninho. İmişli komandası bu mövsümdə artıq ikinci dəfədir ki, penaltini qaçırır. Həmkarlarımız xatırladırlar, təşəkkürümü bildirirəm. Xatırladım ki, İmişli artıq ikinci dəfədir ki, bu mövsümdə penaltini qaçırır. Daha bir fürsət, Koxalski yenə də əla oynuyor. Yan xəttdən də təbii ki, burada offside ola bilməzdi. Bir anlıq statistikaya baxarkən ötürmənin kim tərəfindən gəldiyini qaçırtdım. Camilo Duran oyuna hələ ki o da pasiv başlayıb, gözə dəymir. Başla zərbə vuruldu. Həmin o zərbənin müəllifi də elə Camilo Duran idi. Təkrara baxırıq. Məsələn, Leandro'nun passivliyini xüsusilə qeyd etmək lazımdır. Bugün bu arada Qarabağın hücumu zərbə indirildi və hesab açılır. Zubirin zərbəsindən sonra top İmişli futbolçularına dəyər, istiqamətini dəyişir və Andrey Sinyenka buna hazır deyildi. Abdullah Zubirin zərbəsi zamanı top Diogo Royo'ya dəydi, istiqamətini dəyişdi və topun Diogo Royo'ya dəyməyini Sinyenka da gözləmirdi. İstiqamətin dəyişəcəyini gözləmirdi. Artıq ilk zərbə anında zərbənin gedə biləcəyi trayektoriya üzrə uzanmışdı Andrey Sinyenka. Göz görə-görə rəqibin olduğu nöqtəyə top ötürmüşdü orada Bikalyo. İndi ikinci zərbə olacaqmı? Abdullah Zubir. Zubir və alınmadı. İlk zərbə əslində daha təhlükəli idi. Sinyenka yaxşı oynadı. Davamında Abdullah Zubir bu epizodda dubl etməyə yaxın idi. Top Qarabağdadır. Qarabağın hücumunu izləyirik. Ötürmə yaxşı alındı. Kadi Bangera mane olur və birləşərək topu Kadi'dən alırlar. Kadi'dən daha bir gözlənilməz zərbə idi bu. Qarabağın az əvvəlki hücumunun təkrarını bir daha izləyirik. Fürsət yaranır və sizə təkrar olaraq göstəririk. Emanuel Adai. Kadi. Nərmanın zərbəsi offside ehtimalı da var idi. Bəli, oyundan kənar vəziyyət. Burada isə həqiqdən də oyundan kənar vəziyyət var idi. Bu da həmin epizod. Kadi. Qarabağın növbəti hücumu.
Zubir, Emanuel Addayi, Addayi ve 2-0. Emanuel Addayi. 82-ci dəqiqədə fərqi 2-yə çatdırır. Və bitirici zərbə ilə çox yaxşı zərbə alındı. Və zərbə məqamını da yaxşı gözlədi burada Emanuel Addayi. Bir addım öncə zərbəni vursaydı Diogo Royo çox güman ki, həmin o zərbəni, həmin o cəhdi bloklaya bilərdi. Nəzərə alsaq, təbii ki, burada təhlükəni gözləməyə dəyər. Addayi topu Elvinə qaytardı. Elvindən ötürmə. Kadi qapıya düşə bilmədi. Kadi Borges. Azarkeşlər dərhal ona dəstək olurlar. Kadi şuarlarını biz eşidirik Qarabağ azarkeşlərindən. Almeida tək qalıb Banguera ilə oynuyor. Banguera'nın zərbəsi çox təhlükəli idi. Edwin Banguera. Kolumbiyalı futbolçu fərqi azaltmağa yaxın idi. Onun bu zərbəsindən sonra top hətta Bicalio'ya dəydi. Səliqəli futbolu bugün görə bilmədik. Bu arada Əli Əliyev artıq oyunu yekunlaşdırır və Misli Premyer Liqasında 10-cu turun açılış maçında Qarabağ öz meydanında İmişlini, debutant komandanı 2-0 hesabı ilə məğlub edir. Əvvəlcə Abdullah Zubir 52-ci dəqiqədə hesabı açdı. Daha sonra Emanuel Addayi 82-ci dəqiqədə oyunda son nöqtəni qoydu.